Sağlam həyat tərzi adı altında fitness zallarına axın edən insanların bəziləri görünüş naminə orqanizmlərini həddindən artıq yükləyir, düzgün qidalanma və tibbi nəzarəti isə kənara qoyurlar. Bir sözlə, özləri də bilmədən özlərini ölümün pəncəsinə atırlar. Ən ağır idman növü olan fitness niyə son vaxtlar can alır? Bu suala əməkdaşımız Rəşad Vəkiloğlu'nun hazırladığı süjetdən cavab tapacaqsınız. İzləyək. İnsan belə bir məxluqatdır ki, o görməsə, gözü ilə gəlib görməlidir ki, sonra bir tədbir görsün. Problemlər bəzi hallarda zalda özünü göstərə bilər. Bunun səbəbi zaldırmı? Xeyr, məncə zal deyil. Son bir ay ərzində idman zalında 2 ölüm hadisəsi baş verib. Əgər insanlar idman zalına sağlamlıqlarını qorumaq üçün gedirlərsə, nədən idman etmək onlar üçün həyatları bahasına başa gəlir? Son zamanlar fitness klublar sağlamlıq ünvanı deyil, ölüm hallarının artdığı bir məkana çevrilib. Səbəbi də bəllidir. Həkim müayinəsindən keçmədən və məşqçi nəzarəti olmadan fitness klublarda bu kimi ağır idman qurğuları ilə məşq edirlər. Mütəxəssislər və həkimlər onda bildirirlər ki, gizli ürək qüsurları olan insanlar əgər bu kimi ağır idman avadanlıqları ilə məşq edirlərsə, bu birbaşa ölüm riski deməkdir. 12 ildir fitness məşqçisi kimi çalışan Səmra Hüseynovun sözlərinə görə idman mahiyyətcə sağlamlıq, düzgün qida rejimi, nizam, intizam və balans demək olsa da, lakin reallıq budur ki, bir çoxları idmana sağlamlıq üçün deyil, başqa məqsədlərə görə üst tuturlar. Azərbaycanda idmanı hamısı sağlamlıq üçün etmir. Sadəcə gözəl görsənmək üçün edənlər də var. Normal zalları gəlirlər, məşq edirlər, hətta fit görsənirlər və sağlam görsənirlər. Amma bunun altında yatan başqa səbəblər də ola bilir. Bundan başqa, məşqçi nəzarəti olmadan bədən estetikası naminə orqanizmlərini həddindən artıq yükləyir, düzgün qidalanma və tibbi nəzarət isə tamamilə unudurlar. Yəni, çəkinin düzgün seçilməsi və yaxud da məşqçi nəzarətinə məşq etməmə müəyyən zədələrə, hətta əgər ürəkdə bu kimi problemlər varsa, problemləri üzə çıxarda bilir, hətta problemi yarada bilər. Check-up dediyimiz yoxlanışlara çox ciddi fikir vermirik, amma hər bir vətəndaş, hər bir şəxs öz-özlüyündə ildə heç olmasa ən pis ehtimalda bir dəfə check-updan keçməlidir. Həkimlər isə bildirir ki, hər kəs idmana başlamazdan əvvəl kardioloji müayinədən keçməli. Məşq proqramı isə orqanizmin fərdi göstəricilərinə uyğun hazırlanmalıdır. Göstərişsiz, nəzarətsiz, həkimsiz idman hər an faciə ilə bitə bilər. Ölüm hallarının ən sıx və ən çox görülən səbəbi kardioloji səbəbdir. Kimlər idmana başlamadan müayinədə olması lazım? 40 yaşın üstündə olan hər kəs və yaşına baxmadan ailədə ürək xəstəliyi hekayəsi olanlar öncəsində kardioloji müayinədən keçməsi lazım. Ümumiyyətlə, bu idman növü ilə məşğul olan şəxslərin həkim nəzarəti olmadan fitnesslə məşğul olmağın təhlükəsindən xəbərləri varmı? Ürəyi yoxlatmamışam, xeyr, amma yoxlatmaq lazımdır. Bütün lazım müayinələrdən keçmişəm vaxtında və aralıqlarla ildə bir dəfə, 2 dəfə müayinələrdən keçirəm. Son olaylardan sonra check-up'a getmişəm, ümumi müayinədən keçmişəm. Mütəxəssislər onu da bildirirlər ki, əksər hallarda fitness zallarında ağır çəkilər, davamlı proqramlar və sürətli nəticə vədləri bəzən insanların orqanizminə bərpa olunmaz zərbə vurur. Çünki bir çox hallarda məşqçilərin tibbi savada malik olmaması həvəskar idmançıları ölmə kimi apara bilir. Rəşad Vəkiloğlu, İlkin Həsənov, Space xəbər.